Emin Hacıyev yazır ki, mən ailədə hamıya dayaq olan adamam. Hamının problemi mənim üzərimdədir. Amma artıq yorulmuşam. Heç kim məni anlamır. Mən də artıq özümü itirmiş kimi hiss eləyirəm. Bu da Gürmüzün problemlərindən biridir. Bu daha çox evin böyük uşaqlarında olur. Evin böyük uşaqlarına daha çox yüklər yüklənilir. Məsələn, sən böyüksən, qardaşına göz qulaq ol, bacına bax. Sən böyüksən, daha yatımlı olmalısan, yola verməlisən. Bu kimi düşüncələr uşaqlıqdan gələn və o uşaqda da belə bir şey formalaşır ki, mən böyüyəmsə, ailənin bütün yükünü mən çəkməliyəm. İstər maddi baxımdan, istər mənəvi baxımdan və o özünü heç vaxt tapa bilmir. Mən kiməmi tapa bilmir. Mən nə istəyirəmi tapa bilmir. Sadəcə bir düşüncəsi olur ki, mən onlar üçün nəyi daha yaxşı edə bilərəm? Özüm üçün yox, onlar üçün. Və yaxud da dəyər görməyən, necə deyim, daha çox önə çıxmaq istəyən, məni görsünlər deyə çabalayan uşaqların da sonu bu olur ki, mən onlar üçün nələrsə edim, maddi cəhətdən məndən biraz asılı qalsınlar, məni görsünlər, məni dəyərli hiss etsinlər. Bəzi insanlarda bilirsiniz dəyər duyğusu nəyə bənzəyir? Deyirlər ki, gedim kiməsə kömək edib. Bəzi insanlar var, hamının, baxın bu bəy dediyi kimi, hamının hər işinə çatmağa çalışırlar. Öz işlərini göz ardı edirlər. Özünün bugün nəyəsə ehtiyacı varsa, tutaq ki, bu qələmə mənim bugün ehtiyacım varsa, kimsə gəlib bölümdən desə ki, bu qələmi mənə verə bilərsən, amma hal-hazırda mən buna ehtiyacım var ha. Hə, verərəm, al. Niyə? Çünki ona deyəcək, çox sağ ol. Və o çox sağ ol deyəndə, mən elə düşünəcəm ki, dünyanı xilas elədim, mən çox sağ ol aldım, dəyərli oldum. Bir neçə dəqiqəlik öz beynimi rahatladacağam. Şuuraltıma dəyər duyğusunu yükləyəcəm ki, dəyərli oldum. Və bir neçə dəqiqədən sonra artıq o məndən gedəcək, qalacam. Qələmi apardı, bəs mən nə ilə yazdım? Yenə qalacam belə ki, mənə heç kim işini eləmədi. Məndən aldılar, amma mənə vermədilər. Və yenə dəyərsizlik duyğusu məni basacaq. Və yenə mən əziləcəm, bir boşluqda qalacam. Amma həminki anda o adam mənə deyəndə ki, qələmi verə bilərsən, deyə bilərdim ki, yox, mənim özümə, hal-hazırda mənim özümə lazımdır. Niyə deyə bilmədim? Çünki yox deməyi bacarmıram. Əslində bu problemi mən də yaşayıram. Amma eyni zamanda çoxlarından da eşitmişəm ki, deyir, mən hamıya hər şey eləyirəm, mənə heç kim için eləmir. Axı siz özünüzə dəyər vermirsiniz. Siz nə vaxt ki, gəlin belə düşünün. Bir insan fikirləşin, getmişik restorana. 2 nəfərik və qarşınızdakı insan öz pencəyini çıxartsın, onu bir sığallasın, əzizləsin, sərgəli etsin və ofisianta təqdim etsin ki, bunu bir yerə alsın. Ofisiant onu göz bəbəyi kimi qoruyub, aparıb asacaq. Amma biz onu nətər gəldi atsaq, sonra ofisiant gəlib onu aparsa, assa, biz ondan istəyəndə o da elə necə qarış-quruş vermişiksə, o cürdə gətirəcək. Çünki siz ona aşılamadınız, mən dəyərliyəm, mənim əşyam dəyərlidir. Nə vaxt aşıladınız? Aşılayanda deyir ki, bunun pencəyi bu qədər dəyərlidirsə, gör özü nə qədər dəyərlidir. Bu pencəyə bu qədər dəyər verirsə, gör özünə nə qədər dəyər verir. Onu etmədiyimizə görə və yox deməyi bacarmadığımıza görə, yox demək o demək deyil ki, kimlərəsə qarşı hörmətsizlik etmək, hər şeyə yox demək. Yox, axı mənim ehtiyacım var bu qələmə. Mən bunu niyə verim ki? Ehtiyacım bitəndə, yazımı yazıb qurtaranda tamam verərəm sənə. Amma hal-hazırda verə bilmərəm. Bunu deməyi bacaranda artıq ətrafdakılar da bizdən çox şeyi ummayacaqlar. Emil bəyə tövsiyəniz özünə dəyər Emil bəyə tövsiyəmiz odur ki, Emil bəy özü üçün çalışsın. Özünüz üçün etməyə çalışın. Birinci növbədə öz ehtiyaclarınızı görün, öz dəyərinizi görün. Sizin nəyə ehtiyaclarınız var? Siz nə istəyirsiniz? Ətrafdakılar sizə istədiyiniz dəyəri verə bilirlərmi? Yox. Versəydilər o boşluğa düşməyəcəkdiniz. Siz birinci özünüzü dəyərli edin. Elə ilk olaraq öz pencəyinizdən başlayın, belə deyərdim. Və ətrafdakılar da sizə və sizin əşyalarınıza, sizin ailənizə daha çox dəyər verəcəklər. Və belə insanlar öz ailələrinə, öz qurduqları ailələrə çox dəyər vermirlər. Öz ailələrinin, hətta öz uşaqlarının da işlərini gecikdirirlər. Amma kənardakıların işlərini önə alırlar. Özünə tutaq ki, uşağı ondan nəsə istəyib, deyib ki, mənə gələndə tutaq ki, bir şokolad alarsan və həmin anda ona zəng gəlsin, başqa bir adam desin ki, həmin şokoladdan mən də istəyirəm. O şokoladı aparıb ona verəcək, nəyə ki, uşağına gətirəcək. Uşağını günlərlə gözlədə bilər.
Amma onu yox. Niyə? Çünki o deyəcək, sağ ol, gedib bir-iki nəfərin də yanında deyəcək ki, Emil mənə filan şokolad aldı, bildiniz? Emil orada biraz dəyərləndi. Sonra evə gəldin, axı o dəyəri sən artıq göstərməyəcəklər. Sən evini dəyərləndir. Özünü və evini. Özün və evin dəyərli olanda, siz xoşbəxt olanda digərləri də sizə hörmət etməyə başlayacaq. Amma olmayanda digərləri sənin ailənə heç vaxt xoşbəxt etməyəcək, heç vaxt hörmət etməyəcək. Niyə? Çünki siz o dəyəri vermədiniz o ailəyə. Doğru. Teşekkür ederim. Bilginiz.